Mən Hacı Əliyev, sərbəst güləş üzrə dünya çempionu, Avropa çempionu, olimpiyaların mükafatçısı. Ölkəmizdə ümumiyyətlə idmana gənclərin həvəsi artıbdır və bir çox insanlar idmanla məşğul olurlar. Mən məsləhət görürəm ki, istifadə etdikləri idman qidaları dövlət qeydiyyatından keçmiş qidalar olsun. Gənclərimiz hər zaman qoy idmanla məşğul olsunlar, sağlam olsunlar, amma yenə də idman qidalarından istifadə edirlərsə belə mütləq şəkildə qeydiyyatdan keçmiş qidalardan istifadə eləsinlər. Bir çox idmançılar var ki, istər idman qidası ilə bağlı, istər belə qidalarla bağlı böyük problemlər yaşayıblar öz başlarına istifadə elədiklərinə görə və bu onların belə deyim ki, bir neçə il idmandan kənarlaşdırıb. Ona görə idmançı gərək hər zaman nəticə qazanmaq istəyirsə, hər şeyə fikir verməlidir, disiplinli olmalıdır.